Hər vaxt xeyir olsun dəyərli izləyicilər, bir xəbər üçün diqqətinizə çatdırım. Naxçıvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Qeyd edək ki, qida zəhərlənməsindən 17 nəfərin zəhərləndiyi və zəhərlənənlərin sayının artması bildirilir. Məlumatda bildirilir ki, zəhərlənənlər arasında 9-unun azyaşlı olduğu faktı da öz təsdiqini tapır. Qeyd edək ki, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, dönərdə istifadə olunan ketçup, mayonez və digər qatqıların doğru düzgün saxlanılmaması və doğru düzgün istifadə olunmaması səbəbindən zəhərlənmə hadisəsinin baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırmalar və ekspertizalar təyin olunub. Tam dəqiq məlumatlar bir daha insanlara çatdırılacaq və böyük ehtimal hadisəyə səbəb ketçup və mayonezin, digər turşuların doğru düzgün istifadə olunmaması, doğru şəraitdə saxlanılması nəticəsindən hadisənin baş verdiyi bildirilir. Sonda bir şey insanların diqqətinə çatdırmaq istədim ki, hörmətli sahibkarlar və insanlar, İlk öncə insanlara xidmət göstərərkən doğru, düzgün və müəyyən şərtlərə əməl edin ki, sonucda həm siz, həm insanlar zərər görməsinlər. Allah'a